20 iyun 2025-ci il. Bu fotonu bura əlavə edirəm. Diqqətlə baxın, müzakirəmiz elə bu foto ilə bağlıdır. Demək, dəyərli izləyicilər, bugün bildiyiniz kimi Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Qax rayon icra hakimiyyətində əməliyyat keçirildi. İcra başçısı Musa Şəkiliyev saxlanıldı. Onunla yanaşı 8 nəfər də saxlanıldı. Ümumilikdə 9 nəfərin saxlanıldığı bildirilir. Demək, dəyərli izləyicilər, bu fotoda isə bir müddət əvvəl icra başçısı görüş keçirir, vətəndaşları toplayır ora, özü ağacın kölgəsində əyləşir, müavinləri ilə, köməkçiləri ilə, vətəndaşları isə sınıq salxaq stollarda günün altında əyləşdirir. Bu foto onu deməyə əsas verir ki, Musa Şəkiliyev heç də bir icra başçısı kimi vətəndaşların qayğısını çəkə bilməz. Doğrudurmu? Şərhlərdə yazın. Siz hansı rayondasınız, hardan izləyirsinizsə şərhlərdə yazın. Sizin icra başçınız necədir? Vətəndaşlarla davranışı, qəbul vaxtı sizinlə nə formada görüşür? Demək, Azərbaycanın əksər icra başçıları sosial şəbəkələrdə yazırlar ki, bu təfəkkürdədir. Özlərini şah, müavinlərini vəzir, vətəndaşları da qul hesab edirlər. Amma axır əvvəl hər biri etdiyi əməllərin cavabını alacaq.